Dostlar, popumuz var, başlayır. Bugünkü qonağımın xətrini çox istədiyim adamdır, özünə deməyəcəm, siz bilin bunu. Çox istedadlıdır. Çəkdirə bilmirəm. Rauf bizimlədir. Все belə. Başlayırıq. Salamlar. Rauf, salamlayıram səni. Kəməri mütləq tax. Hə, mütləq. Necəsən Murad, nə edirsən bu isti havada? Superdən biraz yuxarıya. Rauf, bu veriliş dobro veriliş deyil. İsti ocaq deyil. Hə, yəni ki, elə də yeri rahatlamaq ilə suallarım sənə əsəbləşdirə bilər. İstədiyin məqamda istədiyin kimi davrana bilərsən. İstəsən qapını açıb düşə də bilərsən. Rauf, ulduz həyatı necədir? Ulduz həyatını yaşamaq lazımdır. Yaşayırsan da qardaş, yaşayırsan. Tanınmaq o demək deyil axı ulduz. Yəni ulduz həyatı tamam. Şöhrət var da, yaxşı, tamam. Bax, o yol keçən oğlana nisbətən sən daha şöhrətlisən. Onu demək istəyirəm. Bax, o marketdən pulsuz brat. Təbii ki, qardaş, mən marketdən pulsuz nəsə götürə bilərəm. Yaxşı. Hə də, girim, məsələn, düz deyə mən elə hərəkət eləmərəm. Mən də eləmərəm, amma. Hə, amma ki, yəni hörmət var, hörmət eləyirlər sənə. Məhlə marketində də, sən istənilən marketdə eləyə bilərsən. Təbii ki, yəni istəyən marketdə də girib eləmək olar. Çünki hər halda bizim millət biraz belə isti adamlardır, münasibət, onu bulki nədir ki, hörmət eləyirlər yəni. Hə də, bulki nədir ki, o mən... Dövlət yol polisləri də hörmət eləyirmi, yoxsa sən idarə etmirsən maşını? Yox, mən idarə etmirəm maşını, amma hörmət eləyirlər, bəli, onlarla da aram yaxşıdır. Sağ olsun, yəni maşında Rauf varsa, hər şey yaxşı olur. Bəli. Məşhurluqda sevmədiyin nə var? Məşhurluqda sevmədiyim, sərbəst deyiləm, bəzi məqamlar olur ki, sərbəst deyiləm. Rahat misal üçün gedib, tutaq ki, McDonald's-da içəridə otura bilmirəm. Gələn McDrive-a girəsən, nəsə götürürəm. Nə oldu, arsızam, ya da ki, sən qədər məşhur deyiləm. Nömrə 10. Çok düşünme, gel bir kenara. Helal tiple fırlar kenara. Senden çekeceğini bilirsen seni yemiş seni gözlerine. Yine yok bana. Buralar canlı sana. Düşkine yok bana. Ben harcım dura. Papaya, ananas, mango. Havuz kenarında rumba, tango, mambo. Biraz da Django, yaxın oldu hissi. Sənin necə düzgün xod tapmaq var. Deməli, Aslanlı mahnı mən qulaq açmışam. Əla mahnıdır. Zövqümə uyğundur, maraqlı mahnıdır. Bəyəndim, özü nəyi var. Maraqlı da iş gözləyirəm. Bəs yaxşı, əks cinsdən aldığın maraqlı təkliflər olur, nəm sürprizlər, hədiyyələr, alt paltarı, iş lifçi, atırlar mı səni? Nəsə belə şeylər baş verirmi? Marslan. İşte mən də iş lifçiyini geyinmişəm, uzanmışam bacı. Mən heç bilməzdim ki, yəni veriliş bu dərəcədə belə partlayacaq. Sən popstarsan da abi, belə şeylər olur. Yox, mən yəni rahatam, amma ki, yəni mənim sevdiyim şəxs var deyənə, mən biraz, yəni o... Bilsən necədir, birinci fikirləşirsən ki, 2 dənə qız kommentariya yazdı ki, ay nə qəşəngsən, ay nə, səhər biraz artırmaq istəyən, üçüncü gün fikirləşirsən ki, niyə lazımdır, qoy, hamıda. Bu bilsən idollıq istəyir insan istəyir idol olsun. Təbii qarşılayırsan, anlayışla qarşılayırsan. Bəli. Və bunlar da sənin həyatında var yəqin ki də, indi bəli, təbii ki var, təbii ki var. Qadının enerjisindən də zövq alıb, onu yəni maraqlı təkliflər haqqında danışmaq istəmirsən. Maraqlı təkliflər... Partnyoruna hörmət əlamət olaraq. Hə, bu bir, ikincisi, yəni ki... Anladım məsələn, çox qəşəng başa düşdüm. Show biznes kişi sənətidir və ümumiyyətlə bu sferanın yazılmamış qanunları insanın oğlanlığına təsir edə bilir. İnanırsan, mən o haqda əslində düşünməmişəm, amma istənilən işdə, istənilən həyatda, yəni fərqi yoxdur, sən zibil daşıyansan, qazana kasilşiksən, qazan təmizləyənsən, həm karbürator ustasısan, öz işində çalış, öz işini görəsən. Amma orada artıq hərəkətlər, misal üçün, öz işini görə başqasının da işinə xələl gətirirsən və yaxud, o, yəni, ümumiyyətlə, insanlığa sığmaz bir şey, nəinki kişiliyə.
insanlığa sığmır. İndi qadınlarda hardasa belə biz keçə bilirik, indi qadın qadındır. Amma kişi xeylağı, yəni İntriqaları çoxdur. Misal üçün sən bu mühitə gəlib düşəndən sonra hiss edəmi ki, buradakı mərdliklər azdır, dürüstlük azdır, sözü üzə demək azdır. Yəni bunu deyirəm. Bu baxımdan show biznes kişi sənətidir. O insanın özündən asılı deyil, kişidir, kişi deyil. Kişi yəni yazılmamış bir qanundur ki, kişi sözü bütöv olar, kişi nə filan şey olar. Kişinin yəni ki, yəni əlində bel saxlayır, balta saxlayır, avtomat saxlayır və yaxud mikrofon saxlayır, fərqi yoxdur. Kişi kişidir. Amma ki, yəni mən təbii ki, şeydir, pis tərəfi odur ki, mən arzulayırdım tutaq ki, stadion. İndi düz deyil, indi ona istiqamətlənirik ki, misal stadionlarda konsertlər falan, xaricdən necə görürük? Var ki. Hə, amma gəlib toyda oxuyanda, bu təsir edicidir ki, mən bu mahnıları buna, mən toy üçün yazmamışdım. Bu kulminasiya nöqtəsidir. Yəni o adama biraz təsir edir. Bəli. Amma sonra ona da öyrəşirsən də. O ki, qanarlar toplanır. Öyrəşirsən deyəndə ki, sənət adamı yenə də evə gedib öz içini yeyəcək. Nömrə 9. Hüseyn. Yəni ki, adı Hüseyndir. Hüseyndir də. Mahnı Rastaman adlanır. Dəli bir klip çəkir. Gözlərin ağzı duman, üstü duman, gitgide qalxır, gəl üstü duman. Ürəyim üstü güman, bəlkə də bizdən bizim zaman uyuram. Gözlərim baxanda uyuram, gözlərinə baxanda uyuram. Sənin ətrini duyuram, çəkir, ətrini doyuram. Doluram, içini tüstü kimi sana göz gibi kırık gözlerime koyuram nöftini. Ama her türlü canım istiyor seni, ama her türlü kanım istiyor. Sen derdime derman, ben kasım oluram uyuram. Seni yine manıram uyuram. Rasta rasta, rap me rasta. Rasta rasta, rasta man. Rasta rasta, rasta man. Rasta rasta, And I need your opinion, my friend. Fikrimi söylə, zəhmət olmasa. Deməli, yox görməmişəm, yəni şeydir. Klipinə mütləq bax. Elə bil Pharrell'in klipinə baxırsan. Doğrudan, yəni. Hə, qaqaş bu Eskimosların, nə bilim, yoxsa Meksikanların belə pançolarını geyinib. Çox maraqlı klipdir, qızlar. Mahnı özü də maraqlıdır. Bəyəndin, sənə yaxın bir şeydir. Mənə yaxın bir şeydir, bəli. Hüseyn. Gərək mən onu görüm, Rəqiblər gəlir. Ya bilmirəm, sən kimi oynayır yoxsa yox? Yox, rəqiblər deyəndə ki, bilsən necədir? Nə olur, adamın rəqibi olar da. Hə, yox, təbii ki, rəqib deyə adamı saxlayır. Yox, nə qədər özün tək qalarsan, sənə də münasibət. Heç kim də bunun kimi oynamır. Təkcə gəlir, dağıdır, sənlə gedir. Rəqib inkişafda böyük roldur. Baxarsan klipinə. Hə, mütləq baxaram. Mən özümə şəxsən tanımadığım bir adamdır. Mən artistin rəqsi zadı o qədər də maraqlandırmır. Mən artistin onun gücü, onun gözündən də mən hiss eləyəcəm, onun gücü hara ki. Rauf, yaxşı oğlan termininə münasibəti necədir və sənə görə düstur necə açılar? Yaxşı oğlan bərabərdir. Nə üstə gəl, nə üstə gəl, nə? Qardaş, evivə çörək aparırsansa, evində sən yaxşısansa, deməli çöldə də sən yaxşısan. Adam var ki, çöldə elə başlayır ki, adam var rüşvətlə evinə çörək aparır, baş kəsməklə evinə çörək aparır, pislik eləməklə, yol kəsməklə, torba tikməklə evinə çörək aparır. Adam var ki, yəni onu demək istəyirəm, adam var ki, evdə vəziyyət pisdir, evdə mama ilə, baba ilə tutaq ki, dava eləyir. Mən sırf konkret məişət problemlərini deyirəm də, sırf qısaca olaraq ki, adam var evdə şeydir, dava eləyir, amma ki, çöldə dostları ilə ən əziz dostumuzdur, qardaşımdır. Evində problemin var, amma sən çöldəkilərə ürəyi açılır. Yoldaşı ilə münasibəti normal deyil. Amma bayırda yaxşı oğlan olmaq lazımdır. Yəni bu kimi şeylər. Qəşəng izahat verdin. Yaxşı oğlan pravalar, ay brat. Yaxşı oğlan bir şortik geyinməz. Nə danışıram? Razısan bu fikirlə? Yaxşı oğlan şortik geyinməz. O yəni yazılmamış qanunlardır. Baxır vəziyyətə. Bəli, sən əgər sən geyinirsən amma. Mən yox, mən elə də geyinmirəm. Bridge geyinirsən, nə? Yox, big bridge geyinmirəm. Yox. Heç geyinmirsən. Yox. Opredelyon yerlər var da. Çimərliyə bəs nə geyinirsən? Çimərlikdə bəli. Onu deyirəm də mən. Hə, yəni yay günüdür çörək almağa düşmüsən, mütləq şalvar olmalıdır. Sualı da belə qoymalı. Çimərlikdə icazə verilir. Mən isə amma belə kompleks sözünü demək istəmirəm. Sən çox müasir görünürsən. Yəni çörəyi almağa şortiklə düşməyin nəyi ziyanından qəşəng. Mənim əlimdəki şort beləsini geyinmərsən sən.
Yox, giyinmək olar, yenə də deyirəm, определенный yerlər var. Yerinə bax. Hə də, Timothy-yə bilsən nəyə görə o, yəni poзволенный bu şortikdə. Onun ölkəsi ona şərait yaradır. Onun mentalitet. Onu əhatə eləyən mentalitet. Yenidən mentalitet. Mentalitet. Yaz bu barədə bir mahnı. Sən təsəvvür elə, mən şortikdə getmişəm ki, marketə. Düz deyim, marketə girən hər dördüncü baxacaq da sən. Ayağıva kimisi elə ki, ayağında neçədən tük var, nə. Hər bir xırdalığı var. Sən gedəndən sonra da sən bilirsən ki, sənin haqqında danışırlar. İstər istəməz, sənin haqqında da. Значит, не пофиг. Yox da, bilsən, nə bilim, o da insanın özünə asılıdır. Nömrə 8. Dost kimi qeydilər adlar sırasına. Gönder bir xəbər, söylə ordayam. Dora düşmüşəm, sənsiz dardayam. Yaxşı sevgilim olmadım bəlkə də. İki dost, iki dəli, yaşayaq bu şəhərdə. Enough. Elnarə xanım, yəni sənətkardır. Doğrudan sənətkar. Hə, vallah. Yəni əvvəllər necə popsov mahnı oxuyurdusa, ona bəlkə də sənətkar demək belə də. Amma ki, sonradan başa düşürsən ki, muğam zad bu Çox bacarır. Bacarır, sözdür yəni. İfanı çox gözəl bilir. Hə, səmimiyyət var, çox mehriban insandır. Rauf, tərs yazılmış başlıqlar var, söyüşlü şərhlər var, istəmədiyin mövzularda adının hallanması var. Bu, Azərbaycan şou biznesinin reallığıdır da. Sən xoş niyyətlə, nə bilim, Natəvan Həbibi haqqındakı kəlmə söz deyərsən, onu elə çevirərlər ki, mat qalarsan. Belə şeylər başıma gəlir, sən reaksiyan nə olur? İndi dövr, yəni, çox adam deyir, indi internet dövrüdür, indi nə bilim, musiqiçilər dövrüdür, indi flankəsin dövrüdür, flankəsin musiqi. Elə bir şey yoxdur. İndi jurnalistikanın dövrüdür. Nəyi istəsə, necə istəsə o cürə Yəni biz mətbuatın əlindəyik. Bəli. Sən əziyyət çəkmirsən mətbuatdan? Bəli. Ən azı maşın dönəmində. Bəli, olub. Necə reaksiya göstərmirsən? Nə deyəsən? Sən indi ona qayıdıb deyəcəksən. Yox, mənim ümumiyyətlə saytlarla bir çoxu ilə aram yoxdur. Nömrə 7. 7-ci pillə. Natəvan Həbibi. Hə, bu hit idi. Bu hit idi. Ona görə 7-yə düşüb də. Hə, yəni ki, Natəvan xanımın çox yaxşı mahnısıdır. Yəni mən qulaq asmışam, özünə də demişəm ki, çox maraqlı mahnıdır. Əla mahnıdır, şirin mahnıdır. Şirin mahnıdır. Amma sən düz dedin, klipini heyif yolla ver. Yola ver. Sən maşallah, mənim izləyirsən yoxsa hamını izləyirsən? Tamam. Can dərdi getdiyin efirlər var. Televizora qoşuram. Televizora qoşuram. Rauf'un verişlərinə baxıram, YouTube'a baxıram. Allah. Mən bir dəfə Nicata demişdim, sənin prodüser Nicata demişdim ki, Nicat, Rauf özü-özündə o qədər maraqlıdır ki, onu verişlərə çıxardaraq adiləşdirməyin. Nicatın cavabı, Murad, Rauf çox qəşəng danışır deyənə, biz arxayınıq ondan. Hə, bal yəni xeyirli bir şeydir, xeyirli məhsul. Amma hər şeyin yəni qədərində, miqdarında lazımdır. O baldan bala da fərq var da. İndi marketlərdə satılan baxırsan ki, onun keyfiyyəti o deyil. Düzdür, mən keyfiyyətinə ümumiyyətlə verilişlərə çıxmıram. Ümumiyyətlə demədin, maşın şoya getməyəcəksən? Yox, hava maşın şoya yaxınlarda. Bağlanış konsertinə. Bəli, mütləq gedəcəm. Demək ümumiyyətlə maşın şoyu bilsiz nədir? Maşın şoyu Murad 2010-cu ildə mənim ilk efirim olub. Maşın şoyu finalında çıxmışam. Havalar istidir, bəli. O, yəni ki, maşın şovu ilə bizi bağlayan bu bir tilsim var. M-Group Production, yəni ki, Nicat orada çalışır, Elnurə xanım. Yox, maşın şovu olmasın, başqa bir nəmi, hansı bir ATV-nin, Xəzərin verilişləri, ümumiyyətlə getmirsən? Hal-hazırda getmirəm, yox, getmirəm. Mən axırıncı dəfə maşın şovu verilişinə çıxmışam. Həyatının ən çətin anlarını xatırlatmaq istəyirəm sənə. Hə, olub ki, misal üçün yox, onlar mən deyim, hansıdır?
bağlananda. Hə, dinən. Sən heç bilmirsən, mən sənin üçün həyatımın ən çatman dedi, nə Sən elə gətirəm. suallar hazırlamısan ki, mən bilirəm. Deyirdi nəsə. Söhbət Musa Musayev və Təranə Qumralla bərabər efirdə. Heç kəsdən artıq deyil. Yo, mən onu demirəm. Bax, Təranə Qumral və Musa Musayevi müzakirə etmirik. Mən neyim ki, bu veriliş, ümumiyyətlə verilişlərin vəziyyəti bu dərəcədə. Getdinsə onu o canlı performansı eləməyə də bilərdin. Niyə etdin onu soruşuram. Elə bil ki, fanatın kimi soruşuram. Murad, elə səhvlər bilsən nə qədərdir həyatımızda. Yəni onlarla yaşasaq biz, mən bu ölkədə yaşıram, bu ölkənin də verilişi maksimum budur. Aha. Yəni bundan, mən də bura çıxmalıyam ki, növbəti işim olsun ki, mənim tədbirə tutaq getməliyəm. Mənə görsünlər ki, efirdən maraqlı bir insan var, tədbirə çağırmaq olar. Yəni mən bu reallıqdır. Bu reallıqdır. Var da, yəni belə bir şey ki, efirə çıxan adam toyumda da görüm yaxından əl. Amma o həm də dərs oldu da sən elə bil ki, biraz yox. Dərs deyəndə ki, mən belə hesablasaq bir 10 dəfə, 15 dəfə verilişlərə çıxmışam. Ümumiyyətlə çox az çıxıram, heç sərf eləmir, benzin azdır. Yəni bu dərəcədə. Benzin az deyil, yaxşıdır benzin. Yox, ümumiyyətlə KVN-də belə bir söz var. Sərf eləmir, benzin az. Nömrə 6. 6-cı pillədə daha bir ağlamalı mahnıdır, Ramal. Ramal istedadlı oğlan. Sen bir insan, hele de gönlümde varsan, bana yakınsan, ile yakınsan, seveceğim harda olsam, seni unutsam, bu sonum olsun. Tanrı şahidim olsun, sen azandı, bana çekindi, yine de varlığım besindi. Canımın yarası, sen gider de seninle gidir ruhumun gidası, başım. Səmimi oladı, belə mahnılara qulaq assan sən. Yox, belə mahnılara qulaq asmıram, amma Ramalın istedadlı olduğunu mən başa düşürəm. Tamam, amma özünə görə istedadlıdır. Yox, Mahnı müğənni təhlil var, edək də. istedad o qədər də azdır. Ramal ancaq istedadlıdır. Ramal Mahnını bəzi da- şeylər dala salır, amma ki Hansı şeylər dala salır? indi özü bilər, öz həyatı bilər. Amma Ramal yəni istedad. Sualların Pavilyondan kələ-kötür çıxıyorum. olmağı normaldır. Heç kim söz verməyib ki, burada rahat olacaq. Ümumi suallardır da Amma mən səndə. sənə çıxış yolu deyim. Ən əsası səmimi ol, rahat ol. Расслабься и получай удовольствие. Rastlabsə Cetka, hə? Rauf. Aynen. Bəzi tele müsahibələrinə baxarkən, bilmirəm, ola bilsin bayaq dediyim o can dərdi getməyindən nədəndirsə, məndə belə bir təəssürat oyandı ki, sən nəyinsə təsirində efirə çıxmısan. Belə bir şey olubmu Necə misal üçün? nəyinsə təsirində? Nəyində alkoqolun və yaxud elə bil düşüncələrin dumanlı idi, fikirlərin dumanlı. Dumanlı deyil, mən özüm dərvişəm, mən dəriyəm. Səhər verişlərində bəlkə təm ayılmamısan, nədirsə. Mən incə sənət adamıyam. Mən yəni ki başım qaçıb, yəni mən başqa adamam. Yəni mən o işlərlə məşğul olsaydım, mən heç görsən mən yaddan çıxarım, nə danışıram, məndə zboy gedir. Mən orada montaj eləyirəm, başqa sənin sualıma cavab verir. Mən yəni ki o işlərlə məşğul olsaydım, bu hal-hazırda mənim belə uğurlarım olmazdı. Və zəhmətkeş olmazdı, məhsullar olmazdı. Bəli, Jara festivalında iştirak eləmişəm. Say seçmə müğənnilər olub orada Azərbaycandan. Cem Yılmaz mən evdə ac idim, xaladelik boş idi, amma Cem Yılmaz mənim mahnımı paylaşıb. Yəni bu kimi işlər Necə ac idin, axı o vaxt partladırdın. Bildim də partlatmaqla hər şey aydın, partlatmaqla burada partlayır da, yəni burada da iş getməlidir axı. Bu kimi şeylər, yəni ki mən bu uğurları əldə eləməzdim. Hal-hazırda mənim ilk duetim Ceyhun Zeynalovla olub, o da ki yəni pul üstündə olub, bəli, layihə üçün olub, ona görə biz oxumuşuq. Belə mənim ilk duetim deyək ki, Aygün Kazımova ilə olub. Aygün Kazımova ilə də oxumaq mənə elə gəlir, mən yaşdım, mən kimi ifaçı üçün. Qəşəng bir addımdır, gözəl bir işdir, əla bir layihədir. Yeri gəlmişkən təbrik edirəm. Cem Yılmaz məsələsinə qayıdıram. Amma onun simpatiyasından yapışaraq
təkliflər ola bilərdi. Məsəl üçün, mən- yeni filminizə bir soundtrack yazım kimi. Yox, Niyə mən heç etmədiniz ora? mən o Cem Yılmaz okey, öpürəm, Allah canını sağ eləsin. Zəfər Algöz, Cem Yılmaz və Can Yılmaz öz Twitter səhifələrində Raufun mənfi 40 dərəcə klipini paylaşdılar. Amma yəni mən heç vaxt ona demərəm ki, gəl mən sənə soundtrack yazım, gəl mən sənə dost olum. Mənə lazımdır, özü istəyər, mənə zəng eləyər deyə. Çünki mən özüm idol olmaq istəyirəm. Mən kiminsə... Kimsəsiz. Hə, kimsəsiz deyəndə ki, Yəni kiminsə maşallah dəstəyi 2 dənə olmadan. təməlim var mənim. Nicat Məlikov, Fərdi İsmailov. Yox, müğənni kimi digər müğənninin dəstəyinə ehtiyac duymursan, digər celebrity'nin dəstəyinə ehtiyac duymursan, bunu demək Elə istəyirəm. hə, mən ona görə dueti də elə pulla oxuyuram mən. Yəni düzdür, heç Dueti kimə pulla deməmişəm. oxuyuram nə deməkdir? Yəni kimsə təklif eləsə, Kimsə təklif eləyirsə, mən misal Deyirsən üçün ki, mahnıya görə pul istəyirəm və səninlə mütləq klip çəkdirməliyəm. Klipə də pul ayırmalısın. var belə təkliflər. Bəli, var. Yəni ki, Yəni Aygün xanımdan duetdən sonra nəsə gələcək. Yox, Aygün xanımdan sonra qabaq da yəni mən təkliflər var idi. Yəni mən də pul təklif elədim. Ona görə ləngidir. Bəli, o bilə-bilə də böyük məbləğ deyir ki, ümumiyyətlə vəbşə ləngisin bu məsələ. Xoşuma gəlmir müğənni olanda. Hə də, hə, burada. Nömrə 5. Miri Yusif və Yuxu. Axırı zaman. Hayat bir yuhu, semada uçup gider ruhum. Düşün ki biz yokum, hayat sır dolu. Bitir ömür yolu, itir günler takvimden bir her şeyin var sonu. Hayat bir yuhu, hayat bir yuhu, semada uçup gider ruhum. Düşün ki biz yokum, hayat sır dolu. Bitir ömür yolu, itir günler takvimden bir her şeyin var sonu. Yusif Ez. Ötən həftə ekspert var idi qonağımız, rapçi. Ha. Dedi ki, Miri Yusif bəzən özünü təkrarlayır. Və misal üçün sənətçi, həmkar tənqidi mən buna deyirəm. Səndən də belə şərtlər istəyirəm. Ola bilsin ehtiyatlı davranırsan, münasibətləri korlamağa biraz ürək eləmirsən. Bilirsən necədir? Yox, indi mən biz tənqid etməyə rahatdır, yəni ki. Münasibət yoxdursa tənqid etməyə rahatdır. O da var. Amma ki, yəni tənqid etmək ümumiyyətlə daş münasibət varsa rahatdır. Amma sən onda lap gözəl şeyi tap, qoy ortaya. Bax, əsas o faktor. Bəli. Başa damlanı misal üçün tutaq ki, hələ bir söz deyir ki, belə. Bəli. İndi понятно, məsələ bilirik hamımız nədir. Что понятно? Amma Мне ki, непонятно. onda Что понятно? Как что понятно? Neçə yaşın var Murad? Xeyli. Hə, Stолько sən не живу. xeyli yaşda hələ bilməmsən. Görürsən понятно, yox, görürsən понятno. Yəni damlanın bayağı müğənni olduğuna ilham edirsən. Bayağı ümumiyyətlə belə bir söz yoxdur. Bayağı söhbəti getmir burada. Söhbət ondan gedir ki, yəni biraz aranjirovkada slabost var, biraz hardasa mahnılarında var. Amma onun yaxşı keyfiyyətini gəlin ortaya qoyaq ki, bu insan çalışır. Başa düşürsən, çalışqanlığı. Bax Yusifdə indi hal-hazırda məqam odur ki, yəni ola bilər özünü təkrarlasın. 5 dənə Yəni mənfili demək asandır da, sən olursan hə, müsbət. sən o müsbəti denən, qoy müsbət, yəni keyfiyyət kimi orada. Amma elə gəl bizim ölkədə ümumiyyətlə müsbəti demək problem deyil, hamıdan elə ən çox ona qaçır. Yox, müsbəti düzgün demək lazımdır. Müsbəti yalandan boşboğazlıq eləyib, ay bomba mahnıdır, ölürəm sənin üçün. Bu yəni təbii ki. Bu artıq qeyri-səmimi. Prodüser layihəsi sən deyə bilərik, çünki sənin musiqili prodüserin var və sənin sound prodüserin var, sənin işlərini görən adamlar var da. Fərid və Nicat. Nicat Məlikov, Fərdi İsmailov. Bəs yaxşı, həyatda hər şey olur da. Münasibətlər də bir gün bitir, dostluq da bitir. Bilirsən, Rauf heç kim heç nədən sığortalanmayıb. Müstəqil həyata hazır hiss edirsən özünü. Müstəqil olmağa deyəndə ki, musiqidir, Nicatdan bəhrələnirəm, Fəriddən bəhrələnirəm. Yəni Onlar onlardan olmasa. yeyirəm mən hal-hazırda. Hal-hazırda. Bazamı da köklüyürəm, böyüdürəm. Biraz Onlar da olmasa irəlirəm. Rauf itər. O Rauf o gücdə olmaz, amma itməz. Mən Yev qıraqda da işləyə bilərəm mahnı. Məsələn, işləmişəm də elə Xalisxanla işləmişəm. Doğrudan? Nə Hə, mahnısı? Kaş mahnısı elə Xalisxanda yazmışam mən. Ramiz Rövşənin Bəli, Ramiz sözlərinə. Rövşənin sözlərinə.
O gücdə olmaram, yəni indiki o bizim gücümüz ki var, düzdür. O trek də o gücdə olmadı, yeri gəlmiş, sözün qüdrəti olaraq. Yo, o bir kütlə, ümumi kütlə üçün, həm də ki mənə kütləvi iş deyildi, bəli, yəni. Kütləvi iş deyildi. Həm də ki Ramiz Rövşən böyük şairimizdir. Mən istəyərdim ki, onun sözlərindən bir musiqi oxuyum, mahnı oxuyum. Bu, yəni nə yaxşı tarix ki bu üçün, alındı. Bəli, nə yaxşı ki bu alındı. Yeri gəlmişkən Instagramda sənin Ramiz Rövşənin Nəfəs kitablar kitabı ilə şəklini görmüşəm. Məndə də evdə həmişə masaüstü kitabını çox sevirəm o şairi. Nömrə 4. Nömrə 4 Expert. Respekt. Varmış adım mən sevilən emsilərin listəsində aradım 100 min yol cəhd elədim tək repdən yaradım Xeyli qadın gəldi keçdi həyatımdan Şərt düşümdə kəsmədilər Xırmanda yabaladım Vurmaq olmur hər ağızda quşi Bunlar şəbəkələrdə mujik Niyəsə monitordan uzun çıxıb quşi Sözün düzündür səmələ də süzün Bizlə bilmədiyimiz o kəslərin bir neçəsi bizlədilər uje Yəni ki mənim dörd tərəfim qar Daşlardan ibarətdir imarətim var Daşlardan ibarətdir və bir də göylərə məxsus Mən insan olmağa məcbur, mən insan olmağa əfsus Nukak? Mən hal-hazırda rapdə bu uşağı dəstəkləyirəm. Ekspertim. Hə, o mənə udivləc eləyir, o mənə təəccübləndirir, o kaç verir. Ekspert maraqlıdır. Mənfi 40 mahnısı 8 milyon yarım baxıldı. Və onun ajitajında deyə bilərik ki, limonlu çayda 2 milyon yarım baxıldı. Sonra çıxan treklər 1 milyona yavaş-yavaş gəlir çatır da. Bir trekli star olmaqdan qorxmursan, bax bu durumun göstərdiyi mənzərədən danışıram. Yo, mən özümdə çox böyük güclü enerji hiss edirəm Murad. Yəni sən özün də ifaçısan, səndə də, yəni bu hiss edirsən də, yəni bildim mən nəyi nəzərdə tuturam. O qorxu yoxdur səndə? Yox, əksinə barba, işləmək, döyüşmək. Axtarışlar davam edir. Mütləq. Bəs niyə o 8 milyon yarım heç olmasa birinci dəfə bax, gəl belə danışaq. Necə izah edirsən özünü ona? Qırmızı maşını misal üçün indi reklamировать eləsə, bu birinci gün maraqlı olacaq. İkinci gün, üçüncü gün, dördüncü gün maraqsızlaşır. Uşa yeni tip var. Bizim özdə biraz... Niyə 100 ilin röyası birdən səndən bir dənədir mahnısan 10 milyon gəldi, aldı, heç o birisi mahnılar o qədər yığılmır. Necə? 100 ilin röyası, hər bir şəkildə özünü reklam eləmiş bir sənətçi. 15 ildən sonra səndən bir dənədir oxuyur və gəlir 10 milyon olur. Yəni o debüt olduğu üçün deyil axı. Yəni müddət keçməlidir. Amma axtarırsan da o mahnını. Şilləri axtarırsan. O mahnını axtarmıram əslində. Mən axtarıram. Mən nə kimi, misal üçün arzularım var. Növbəti mənim etabım nədir, misal üçün. Etap hansı etapdır? 2015-ci ildən üzü bu yana dəfələrlə Röya ilə duet haqqında fikir bildirmişdin. Amma biz Aygünlə gördük dueti. Niyə Röya ilə alınmadı bir iş? Röya birincisi bizim sevilən müğənnidir. Şübhəsiz. Biz onu çox istəyirik. Röya ilə də mütləq də duet eləyəcəm. Düzdür, bir müddət keçməlidir. İndi hal-hazırda Röya ilə Mir Yusifin tandemi daha maraqlıdır. Niyə bəs Aygün? Onu da izah elə zəhmət olmasa. Aygün Qaralevadır da. Aygün təməldir, özəydir. Show biznesin özəyidir. Bünövrələrindən biri. Bəli. Bünövrələrindən biri. Razıyam, tamamilə razıyam. Nömrə 3. Nigar Camalı klipinə çəkdin. Həmin o klip çıxandan 1-2 həftə sonra Səfrəmsə maqazin verişlərində birində çıxdı ki, Azərbaycanda bir nömrəli kişi müğənnisi Mir Yusifdir. Pərt olmadın o açıqlamadan, yoxsa heç xəbərin yoxdur? Yox, mənim xəbərim yoxdur. Mir Yusif ömrümüzdür, bizim ürəyimizdir, dostumuzdur, qardaşımızdır. Mir Yusifin xətrini də istəyirəm. Yeri gəlirsə, o ilə da duet eləyəcəyik biz. Nigar gözəl xanımdır, Nigar çox yaraşıqlı xanımdır. Sağ olsun, gəldi mənim klipimdə çəkildi. Vaxtilə mən onun klipində çəkilmişdim. Yalan mahnısında. Ona görə biz onu çağırdıq da. Yalan mahnısında çəkildi? Da. Yalan, doğru gələn cavabında işıq saçan baxışında Həyat sənə xoşdur. Xoş yox. Həyat əziyyət verməzsə, sən həyatdan ləzzət ala bilmərsən. Amma bugün əziyyətli dövrü yaşamırsan, elə bil ki, yoxsa öz əziyyətləri var bu dövrdə? Bilsən necədir? Bu dövrün də öz əziyyətləri var. Misal üçün, nə kimi? Sənin bu dəqiqə məişət həyatında nə əziyyətin var? Yox, mənim məişət həyatımda elə bir əziyyət zadım yoxdur. Yəni ki, mən yetərincə qədər qazanıram. Bəs indi
çətinliyi demirəm nədir? full paketdir, Aha. amma yəni ki, cibimdə Çətinliyi pul var. nədir həyatda bugün? Bugün. Çətinliyim odur ki, valideynlərimlə tutaq ki, az görüşə bilirəm. Bu məni yandırır. Çünki cavan bilirsən necədir? Hamı deyir, hamı valideyni deyir ki, misal üçün, sonra burnumun ucu göynəyəcək, ya, tutaq ki də. Sən onu indi dərk eləyirsən, o səni yandırır içərdən. Niyə az görüşürsən? İşlərə görə, səhnələrə görə? Mən özüm ayrıca yaşayıram. Mama, baba gildən. Amma ki, hər gün zəhərləşirik, hər gün danışırıq, münasibətimiz istidir. Yəni, mən şükür eləyirəm ki, mənim ailəmdə, sağ ol, var ol, qarşılıqlıdır. Valideyn demişkən, Azrapın atası ifadəsi yadıma düşür. Sənə görə ümumiyyətlə Azərbaycan repində ən önəmli, ən əsas alt kimdir? Yəni bir nəfəri seçmək lazım olsa, kimi xüsusilə vurğulayardın? Hal-hazırda. Ümumiyyətlə də gəlmiş getmiş. Yəni Elşad Hoseyin halal yeri var burada. Rauf sevəndə necə olur? Rauf üçün sevgi nədir? Üzü gülür. Bu birinci göstəricidir. Nə bilim, mən tərif lazım deyil mənim sevgimə. Sevgimi satmıram mən ki heç kimə. Bunu Shakespeare deyib. İnsan var ki, sevərkən bir kənara çəkilmək istəyir, işlərində soyuyur. Yox, o mənim işimə şeydir. Mən indi, bəli, mən indi həyat qururam, mən indi sabah rahat yaşamaq üçün. Deyirlər ki, toy olacaq. Da öz içimdəki, misal üçün, hissləri vermək üçün, yəni bunların hamısı mütləqdir. Ona görə indidən sevgi ilə yaşamaq, sana ac qarnına pendir çörək yemək, bu sevgi deyil də. Yəni, Leyli və Məcnun sevmək öz yerində, amma işləmək həmişə lazımdır. İşləmək mütləqdir, yəni o danılmaz bir faktor. Nömrə 2. Sonralar bizi mən düşünürəm səni hərdən, düşünüb düşürəm dərdə, gözlər kör olub sevəndə. Sən günağı tək girmə məndə, günahsız olmur bəndə, sonra gec olur itirəndə. Bir neçə söz. Çalışqan. İndiki... Mahnı tutmadı amma sən elə bil, yoxsa tutdun? Mən belə mahnıya da qulaq asanmıram, mən açığı. Necə? Belə tutdum, belə tempə, yoxsa necə belə mahnıya? Yəni ki, də bu obstanovkada, bu ab-havada olan mahnılar. Mir Yusufun başqa mahnıları var ki, məsələn, mənim xoşuma gəlir. Bir siqaret, Ax Dəyarə, həyatdır. Yəni ki, hiss olunur ki... Yəni bu mahnı sən öyle tutmadı. Anladım. Yusufun başqa yaxşı mahnıları var. Yəni o vıbır çoxdur Yusufdə, çoxdur mahnıları. Gözləyirik, daha hər ayda bir iş dayanmır daha doğrusu, çalışır. Ağ şokolad, qara şokolad heç biri. Ağ şokolad. Obama, Trump, heç biri. Obama. Yay, payız, heç biri. Qış. Yəni heç biri. Yəni heç biri. Sarışın qızlar, əsmər qızlar, heç biri. Hamısı. Yəni heç biri. Michael Jackson, George Michael, heç biri. George Michael öpürəm sən, əjdaha artisti o. Michael Jackson, yəni heç nə. Michael Jackson. Jackson bir də Freddie Mercury, yəni onlar ikisi stoykalar. Dəhşət. Bəs Elvis? O da, yəni Elvis hep olsa pis yerdə öldü də. Qara yumur. Yaxşı motiv, yaxşı beat, heç biri. İndi yaxşı beat. İndi yaxşı beat, əsas budur. Miri Yusif, Cin, heç biri. Yaman yerdə axşamladıq budur. Dey dizlərdə, dey! Seçim mütləq var. Ya heç biri deyəcəksən, ya Miri Yusif, ya Cin deyəcəksən. İkisi də dostumdur, ikisi də ürəyimdir, ikisi də mənim böyük qardaşlarımdır. Cin'in misal üçün musiqiləri var ki, məni valeh edir. Mir Yusufun ancaq işləməyi. Blitz, qardaş.
Bildim heç biri. Öpürəm sizi də. Quentin Tarantino, Pedro Almodovar, heç biri. Tarantino. Almodovar'ın filmlerine bakmışsan. Yox. Baxış sayı, toyların sayı, heç biri. Gəl səbəbi oldu. İnternetdə baxış sayı. Yaxşı da. Amma ki belə toyların sayı. Toyların sayı, bildirəm, Bəli. sən səmimi insansan. Sonuncu sualımız, Röya, Aygün, heç biri. Aygün, indi mən oynam Bratkayam. Aygün xanımı çox istəyirəm xətrini, yəni o da layiqlidir o. İstəməm. Aygün Kazımova'ya təklifi sən mi etdin, yoxsa onun komandasından? Ümumiyyətlə, necə isnişdiniz? Təklif bizdən gəldi. Aha. Təklif bizdən gəldi ki, mahnı bəs belə işləyək filan beşməkə. Aygün xanım da çox gözəl komandası ilə birlikdə razılıq verdi. Klipin büdcəsi? Klipin büdcəsi vallah o. Neçə rəqəmlidir, neçə? 4 rəqəmlidir, 5 rəqəmlidir. Operator Sergey Lamakh idi, səhv eləmirəmsə. Ukraynalı. Lyosha Lamakh, hə, Ukraynalı idi. O neçəsə dollara hələ onu gətirmişdilər bir günlük. 10 mindən azdır, çoxdur. Yox, çoxdur. Orada Nailə xanımın rəqqasları var, orada dekorasiyalar var. Neçə məclis lazımdır sənə onu çıxartmaq üçün? Yox, mənə heç bir məclis lazım deyil. Yox, qoyduğunu çıxartmalısan axı. Yox, mən ora vəsait qoymamışam. Sən onu yaxlamışsan. Sponsor var idi. Təbii ki, sponsor var idi. Təbii ki, Sabahdan yazacaqlar. Rauf'un da sponsoru var imiş. Yox, 3 nöqtə. Əslində investor showbizdə ən təbii bir şeydir ya. İnsanlar öz mallarını, öz şirkətlərini reklam edirlər. Niyə biz bunu bu qədər bayağı tərəfə yozuruq, anlamıram. Ya da misal üçün yox, o barədə danışmaq istəyirəm. Hə, yəni ki, bu cürə kimi Aygün xanıma təklif elədik. Aygün xanım razılaşdı. Çox gözəl iş alındı. Oturduq, söhbətləşdik, dərdləşdik. Yəni işləmək rahatdır o xanımla, işləmək zövq verir o xanım. İşini bilən xanım. Bəli, işini bilən xanım. Nömrə 1. Düştü dilime, okudum yine. Na 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 na, oldum eline, yaraştım. Oturarak oyna görüm necə oyun. Yoktayım güzellikten. Ne yaxşı ki yaraşıram ben sana. Bu dünyada yoktayım güzellikten. Ne yaxşı ki yaraşırsan sen mənə. Bu dünyada yoktayım güzellikten. Ne yaxşı yaraşırım birbirimize. Bu dünyada yoktayım. Rauf, səncə yaraşdınız bir-birinizə? Məncə, burada nəsə ortaq məxrəc var idi. İndi bir-birinizə yaraşaraq növbəti işlər olacaqmı bərabər işdə? 100%. Bax, bu Namik Qaraçıqırlı Aygün epopeyasına dönməsin ha. Yox, onun öz epopeyası var idi. Bunun Sizin öz epopeyası olacaq. Hə. Rauf, mən təşəkkürümü bildirəm gəldiyin Mən çox üçün. sağ ol, Minnətdaram, ümidvaram səni sıxmadım, ümidvaram səni Mən yormadım. də ümidvaram ki, mənim heç kəsdən problemim olmaz. Mən çalışmışam maksimum. Səmimi olasan. Səmimilikdən də əlavə, yəni səmimiyyət o mütləqdir. Problem olsa da problemlərdən qorxursan ki, nə olursa. Yox, problemlərdən mən heç kimin suallarından qorxmuram, mən öz cavablarımdan qorxuram.